Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Hacı salamlayıram sizi. Əleyküm Hər assalam vaxtınız və xeyir rəhmətullah olsun. və bərəkət. Biz iki dəfə podkastda, Telegramda canlı yayın üzrə Əllamə Təbəttəbai ağanın bir gəncə məktubu ilə bağlı mövzunu müzakirə eləmişik. Elə istədik bu məsələni sizinlə də, bu məsələni daha rahat bir şəkildə çəkiliş eləyək. İlk olaraq bu mövzu ilə bağlı giriş eləyəsiniz, biz mövzunu davam elətdirək. Buyurun. Mən salamlayıram Aleyküm sizi assalam. və bütün tamaşaçılara. Əvvəla Allaha şükürləyirəm ki, bizə bu gün bunu nəsib eləyib ki, iki canlı Telegram üzərindən bu mövzuda müzakirədən sonra bunu bu gün studiya şəraitində də dəyərləndirmə fürsəti var. Allaha sonsuz həmdlər olsun. Mən istəyərdim ümumiyyətlə o məktub ki, biz öz aramızda da bunu müzakirə eləmişik. Bu marağa səbəb oldu. Məsələn, həm mətnini mən gördüm, gəncin Əllaməyə məktubunu və Əllamənin gəncə cavabını. Həm mətn halını böyük maraqla qarşılandı, həm ümumiyyətlə studiyadakı onun üzərində bir iş getmişdi, həm onun baxışı da böyük bir maraqla qarşılanmışdı. Siz bir neçə kəlmə ilə o ruhunu çatdırın o məktubun və sizcə maraq niyə görə idi? Və biz iki dəfə də podkastda bunu danışdıq. Bu, yəni sizcə əsas onun o ruhunda, siz məsələn 2-3 cümlə ilə əsas onu nədə görürsünüz ki, bu cür maraq var bu mövzularda? Aktuallığını itirməyib bu mövzu. Bir gəncin zamanəsinin böyük alimlərindən birinə müraciətidir və gənc öz narahatçılığını ifadə edir ki, bu zamanda mən müvəffəq ola bilmirəm. Bəli. Bu zinciri də qırmaq istəyirəm. Alim də cavabında praktik tövsiyələr verir. 3 hissədən ibarət tövsiyələr verir ki, birinci tövbə ilə, ondan sonra gün ərzində əməlləri diqqət eləməklə və Qurandan müəyyən surələrin oxunması ilə. Məsələn, sizə ən çox təsir eləyən nədir bu mövzu? Ümumiyyətlə bax mənə sizcə sizin şəxsən sizə ən böyük nə təsir eləyib? İkinci də niyə toplum üçün bu qədər indi belə mövzular günümüzdə zahirən fərqli görsənən bir dünya toplumunda, amma bu hətta çox maraq yaradır, çox diqqət çəkir. Nədir? Sizi şəxsi təcrübənizdə ümumən toplum üçün bu niyə bu qədər aktualdır? Özüm cavanlığımı gördüm orada, özümü gördüm, tapdım orada. Aha. Öz suallarımın birinci növbədə ona görə aktual oldu mənim üçün. Bir də siz bu məsələ ilə bağlı, bir mövzu ilə bağlı danışanda qeyd eləmişdiniz ki, hər hansı bir kinoda, hər hansı bir əsərdə insan o vaxt onun davamını aparır ki, birinci orada özü ilə bir identifikasyon tuta bilir, bir sinxronlaşma görə bilir. Cəmiyyət də bugün toplumda ən çox ehtiyac olan bir mövzudur. Böhrandır. Hər bir insanın böhranıdır ki, nəfs ilə mübarizə aparmaq bir gəncin buna bağlı praktik tövsiyələr. Və nəfslə mübarizə aparmaq bu gün də aktualdır. Əlbəttə ki, bu gün aktuallığı. Bəzən müzakirələrdə deyilir ki, indiki insan üçün mənəviyyat, əxlaq, nəfslə, həvai nəfslə mübarizə bu qədər də aktual deyil, amma buna olan maraq və ümumiyyətlə toplumda da olan maraq onu göstərir ki, bu həmişə aktualdır. Təbii. Bu özü maraqlıdır. Təbii ki, bu 21-ci əsrdə bu bir dənə hansı mövzu insanlarda maraq yaradırsa, hansı məsələ insanlar üçün o içindəki o dalğası ilə uyğun gəlirsə, bu çox önəmlidir. Deməli, hər şeyə rəğmən, hər yaşanan o yeni çağırışlara rəğmən, belə demək olarsa, dünyapərəstlik və dünya mövzularının daha da çox insan həyatına daxil olmasına rəğmən, faktiki olaraq insanın kimliyini unutturulacaq bütün məsələlərə rəğmən, amma insanın fitrətində və vicdanında və ruhiyyəsində bu mövzular aktual. Mənə məsələn ən çox bu təsir qoyur ki, yəni həm o dövrdə 20-ci əsrin 70-lərində belə bir məktub ünvanlanır və cavabı verilir və bu gün üçün də bu aktualdır. Elə onun mətnini biz paylaşanda nə qədər maraq doğrulduğunu görürük. Sonra da neçə dəfə müzakirə və s. Ona görə də bu baxımdan bu çox önəmli, çox ciddi məsələdir. Ona görə bu, mən deyim, ilk olaraq o məktubun ruhuna toxunaq, sonra məsələləri keçir. Buyurun əziz. Bir o mövzunun əsas hissəsini keçməmişdən öncə bir məsələni qeyd elədiniz. O bu günləri aktual insanların öz nəfsi ilə mübarizədə. Ümumiyyətlə günah hər hansı bir, məsələn tutalım ki, bir insanın yalan danışmağı, ona mübarizədə müvəffəq olmaq, məsələn tutalım ki, 70-ci illərdəki metodlar bu günləri keçərliliyin qoruyurmu? Yəni bu gün də eyni mövzularla getsək, yalanla mübarizədə müvəffəq olmaq olarmı?
Məsələn yalan deyirəm də. Təşəkkür edirəm. Yox, bu çox yaxşı yerində olan sualdır, praktik sualdır da. Biz bu gün bir neçə istiqamətdə məsələyə yanaşa bilərik sözsüz ki. Mən praktik bu sualın cavabını verim. Sonra mən istərdim biz ümumiyyətlə o ənənə ki olub insanlıqda, bəşəriyyətdə, tarixdə ki itmək üzrədir. Biri də bu olub ki, həm elm adamları cami olublar və mənəvi tutumlu olublar və onlara müraciət eləmə imkanı olub. Həm insanlar bunu ediblər. Və bu internet dövründə olmayıb, onlayn dövründə olmayıb, məktublaşma dövrüdür hətta bu. Göründü nə qədərsində rahatlanıb. Amma həmən o dərinlik bu gün də onu həyata keçirmək üçün bu fürsətlər dəyərləndirilirmi? Siz suala gəldikdə, yalan danışan kimdir? İnsan. Bəli. İnsan ümumiyyətlə insan 21-ci əsrin insanın, 20-ci əsrin insanın, 19-cu əsrin insanın, 15-ci əsrin insanının, 10-cu əsrin insanının, 7-ci əsrin insanının və ondan öncə də biz antik dövrə gedə bilərik. İnsan olaraq, kimlik olaraq bir dəyişiklik tapıb. Böhranları ilə kimlik olaraq yox. Kimlik olaraq yox. Bəli. İnsanın çağırışlarının formaları dəyişiklik tapıb. Məsələn, müasir dillə desək, terminoloji dillə desək, interfeyslər dəyişib. İnterfeys nədir? İnsanın həyatı yaşamaq üçün olan vasitələri dəyişib. Məsələn, bu gün onun həyatının ayrılmaz hissəsi nədir? İnternetdir, smartfondur, süni intellektdir, sosial şəbəkələrdir, onlayn olmaqdır. Bunlardır həyatın ayrılmaz mövzusu. Məsələn, 30 il əvvəl bu yox idi. 30 il əvvəl nələr idi? Elektrik həyatın artıq ən ucqar kəndində özünü göstərirdi. Elektrik imkanları və televizor, kompüter, oyunlar, texnoloji o həddə. Amma internet, bir digitallaşma və s. yoxdur. Biz 80-ci illərin əvvəlində hələ əksər insanların evindəki televizorun ağ-qara rəngli idi. 80-lərin ortasından yavaş-yavaş başlayır rəngli televizorlar çıxmağa. Hələ 80-lərin əvvəllərində o radiopriyomniklər, o bağda filanda da zətdə cəmaat qoyurdular, daşınan onlar aktual idi. İndi bir qədər də biz irəli geçsək, deməli 30-lara, 40-lara, 20-lərə, ümumiyyətlə 20-ci əsrin əvvəlinə geçsək, görəcəyik ki, sənaye dəyişikliyi baş verir, sənaye inqilabı baş verir. Amma o texnoloji hələ insanların həyatına gəlib keçmir. Və bu cürdə biz irəli getdikcə, belə simvolik dillə desək, təkər yaranandan bu yana, təkərdən insanlar istifadə eləmə bacarıqları yaranan bu yana, sonra mərhələ olaraq çap maşını və kitab çapı mədəniyyətinin sivilizasyon bir tövhəsinin meydana gəlməsi, elektrikləşmə mövzusu, ondan sonra internetləşmə və onlaynlaşma və biz bu mərhələlərə baxanda biz görürük ki, mahiyyət etibarilə nəqliyyatın növü dəyişir. Amma insanın o nəqliyyatla necə davranacağı həmən o insandır da. Yemək həmən yeməkdir və acımaq hissi də həmən acımaqdır. Yeməyin hazırlanıb və hazırlanmama mövzularında bir surətləmə. Amma o yeməyin mənbələri, halal və haram mövzuları və insanın bu baxımdan məsuliyyətləri dəyişirmi? Xeyr. Mənim toxunmaq istədiyim mövzu. Deməli, mən istərdim onu özünüz bir hiss edib və təhlil edəsiz ki, biz ki deyirik ki, aktualdırmı? Yəni, ümumiyyətlə, insanın neyi dəyişib və neyi dəyişməz qalıb? Siz necə hiss edirsiniz bunu? İnsanın istəkləri olduğu kimi qalıb, amma ona təmin olunan hissədə dəyişikliklər baş verir. Yəni mən məsələn tutam ki, yalan danışmağın bir səbəbi var da, insan özü üçün. Gəlin yalanı bir ümumiyyətlə mexanizmini açaq. Ümumiyyətlə insan niyə yalan danışır? Yalan ehtiyacdan, özünü aciz görən insan. İki haldan qıraqdır. Bizim bütün etdiklərimiz insanşünaslıq, antropoloji yöndən təhlillə söylür. Ya üç motorun, içimizdə olan üç mühərrikin, Əlamə Misbah rəhmətullah əleyhin dili ilə söylür. Ya üç motorla bağlıdır.
Ya bunun paralelində biri ehtiyac ya da ikinci nə? Kamala can atmaqla bağlıdır. Yəni, ya nəsə əldə eləmək istəyirik, yoxumuzdur, əldə eləmək istəyirik. Hansısa bir ideal bildiyimiz, üstün bildiyimiz, yaxşı ya pis ayrı, ona çatmaq istəyirik. Ya hansısa bir ağrımız var, kəmkəsirimiz var, onun yaratdığı ya ağrını aradan aparmaq istəyirik, ya zövq və ləzzəti əldə eləmək istəyirik. Bütün mövzular insanşünaslıq matritsası, insanşünaslıq bünövrəsi, insanşünaslıq belə demək olarsa, bünövrəsi insanın bu cürdür. 3 motor bu tərəfdən. Bilgiyə can atma, bacarıqlara can atma, ləzzətə can atma. Bu tərəfdən də bütün davranışları vaxtı insan ya nəsə çatışmır və ondan yaşanan ağrı və diskomfortu və əziyyəti və narahatlıqdan çıxmaq istəyir, ya hansısa bir gözəl bildiyi, düz ya səhv, ləzzət gördüyü filan mövzunu əldə eləmək istəyir. Bu baxımdan yalan da faktiki olaraq insanın yalan danışması, ya hansısa bir ağrısı var, bu yalanla bu ağrını yamamaq istəyir, ya ağrının aradan getməsini istəyir, ya nəyəsə çatmaq istəyir və o çatıb onun ləzzətini almaq istəyir. Ona görə yalanı instrument olaraq seçir. Yəni yalan instrument olaraq seçiləndə ya ağrını aradan aparmaq üçündür, ya ləzzət əldə etmək. Bu istəyir 21-ci əsrin 25-ci ilində noyabrın ortasındakı insan da yalan buna görə danışırsa. Bəli. İstəyir 10 əsr əvvəl, istəyir 20 əsr əvvəl. Deməli, biz yalan deyilən bir əxlaqi rəzilətin mahiyyəti budur. Əldə elədikləri o detallar dəyişib. Yəni yalanla əldə edə biləcəyi detallar dəyişib. Hə, indi o ağrının formaları, ağrı hələ həmən ağrıdır. Amma nədən ağrıyır? Bəli. O ağrı ki hiss eləyir, ağrı hələ həmin o daxildə hiss elədiyi ağrı mahiyyətcə o insani ağrı həməndir. Amma nələrdən o ağrı yarana bilər? O vasitələr, o instrumentlər, o interfeyslər, o elə texnoloji, onun detalları dəyişib. Məsələn üçün bu faktiki olaraq, amma fundamental mövzularda, məsələn, aclığın yaratdığı ağrı, imkansızlığın yaratdığı ağrı və s. insanın o təməl həyati mövzuların yaratdığı ağrı bünövrə olaraq elə həməndir. Evet. Amma məsələn bir uşaq ki, 5 yaşında uşaq tamamən asılı vəziyyətdədir. Tutaq ki, onlayndan və internetdən və nələrəsə baxmaqdan, biraz yuxarı yaşda oynamaqlardan, o verilməyəndə ona, o ki, ağrı hiss eləyir, məhrumluq hiss eləyir, fikir verirsiniz, nümunə fərqlidir. Bəli. Amma o ağrı ki, əvvəl, o məsələn, 30 il əvvəl şokolada görə o cür eləyərdi. İndi ona şokolad da versə, kimsə, valideyn ki, öyrəşdirib uşağı ona, ya deyək, Wi-Fi deyilən bir şey var, deyir, Wi-Fi-yi işə salın, belə. Deməli, bu maraqlı mı? Yaxud da o insanın təkamül dərəcəsinə görə hansısa neyisə əldə eləmək üçün. Məsələn, həmən uşaq misalını çəkək. Tutaq ki, gedib atasına deyək ki, ana icazə verdi. Ya o ağrıyır, o ağrısını aparmaq üçün istəyir. Yalan danışır ki, atasına deyir ki, ana icazə verdi, mən baxa bilərəm, yandır mənim Wi-Fi deməli işə sal, mən baxım multfilmə. Ya da multfilmlə alacağı zövq onu yalan danışmağa aparıb çıxardır. Deməli, mən ona görə istəyirəm deyəm. Bu ağrı və ləzzət insanın kimliyində həmən bünövrəvi vəziyyəti dəyişməyib. Detallar dəyişə bilər, formalar dəyişə bilər, üslublar dəyişə bilər. Ona görə həvai nəfs mövzusu, nəfsani istəklər mövzusu üçün insanla bağlıdır, insanın təbiəti ilə bağlıdır və insanın içindəki o mühərriklərlə bağlıdır və insanın
davranışları ya ağrını aradan aparıb, ya ləzzətə çatmaqla bağlıdır. İndi o ləzzət ola bilər Allahla görüş ləzzəti. Bu da ola bilər. Bu da ola bilər. Məsələn, mən bu gün bir mövzu mütaliə elədim. Hələ də həzm eləyə bilməmişəm. Deməli, bu Yugoslaviyanın sonraki dağıldı filan oldu neçə yerlərə filanlara. Orada sonra çox pis hadisələr baş verdi, bir ara mövzular oldu. Bəzən bir gün bir jurnalistik araşdırma onu özünü göstərir bunu ki, bəzi deməli İtalyan imkanlıları 80 min 100 min arası dollar pul ödəyirmişlər. Gəlsinlər orada mühasirədə olan ərazidə deməli insan öldürə bilsinlər. Özlərinin bu tələbatı var bunların. Gör həyat insanı nə, gör bu bundan zövq alır, ləzzət alır. Jurnalistik araşdırmada biraz da axtardım, gördüm ki, mötəbərliyi də var. Bunun üstündə bir deməli hüquqi iş açılıb, hal-hazırda ciddi bir mövzuda gedir. Yaşlı adamı öldürməyə görə pul almırmışlar əlavə. Amma uşağı öldürəcəksə ona görə əlavə pul. Siz bundan ləzzət alır adam. Kiminsə ləzzəti Allahla görüşdür. Kiminsə ləzzəti odur. Görün, ləzzətlər fərqlənə bilər insanların. İnsanı hara qədər gətirib çıxarda bilər. Kimin üçünsə bir şey ağrılı ola bilər. Kimin üçünsə o şey ləzzətli ola bilər. Ola bilər biri üçün ona baxmaq belə ağrılıdır, hətta fikirləşmək belə ağrılıdır ki, necə uşağı öldürmək olar. Kimsə də bundan ləzzət alır. Ona görə bu çox maraqlı mövzudur ki, bütün hər şeyə rəğmən, misalları yalanla bağlı. Ona görə o məktubda qaldırılan o mövzu, insan hələ həmən insandır. Fitrəti elə həmən fitrətdir. Vicdanı elə həmən vicdandır. Təhriklər elə həmən təhriklərdir. Sadəcə olaraq aksesuarlar dəyişir. Acı, o gəncin tövsiyəsinin sualında belə bir məqam var idi. Nəfsim mənə hakim olub. Evet. Bununla mübarizədə mənə yol göstərir. O hansı psixoloji, mənəvi mexanizmlə baş verir? Yəni necə baş verir ki, insan artıq tamamilə onun bir alətini çevrildi, nəfsinin alətini çevrildiyini hiss eləyir. Hiss eləmə özü böyük hadisədir. Deməli, tam əldən getməyib o proses. Deməli, Allah eləməsin, insan bunun içində olaraq heç hiss eləməyə. Hiss eləmə özü böyük bir mövzudur. Ki, insan tutaq ki, əqlən, şuurən, dərkən başa düşür, anlayır. Qəlbən də bilir yaxşı pis nədir, ruhiyyəsi də var. Amma tutaq ki, görür ki, həva-i nəfsi onu dartıb aparır da öz ardınca. Və özünün hər çalışmaları ilə görür ki, bu çıxa bilmir vəziyyətdən. Məktubu yazan gəncin əslində biz görürük ki, bu əhvalı var da, yəni bu adam faktiki olaraq bu durumdadır, bu vəziyyətdədir. Ki, artıq sanki deyir ki, mən bacarmıram və bir təcrübəli və peşəkar və mövzunu bilən və əhatəsi olan bir əllamə kimi insana müraciət edir ki, sizdə bu mövzu. Dünyada yeni bir trenddir hal-hazırda. Hətta istehlakçı dünyada, hətta müasir bu dünyanın özündə gəlib çatırlar ki, insanın bilib və təcrübəyə malik olan insanın və yetkin insanın rolü nə qədərdir? Dünyada bu günləri ümumiyyətlə müraciət eləmə, məsləhət alma, mentor axtarma, nə bilim, coach axtarma, yox, şəxsi artıq hətta yönləndirən bir növ master axtarma. Bu bir dənə dünyada böyük tələbatı olan bir mövzuya çevrilib trenddə. Bu özü insanın mənəvi bir məsələlərə ehtiyacını göstərir. Əksinə 21-ci əsrdə insan o mənəvi ehtiyacı daha da qabarıq olaraq özünü göstərir. Ona görə Əllaməyə müraciətlə bağlı mövzu çox ciddidir, çox önəmlidir və mən təklif eləyərdim biz məktubun özü ilə bağlı təhlilimizi eləyək, sonra mühüm bir mövzuya da diqqətliyik. Xüsusən də bu günlər Əllamə Təbatabai Rızvanlı Təala əleyhin anım günləridir, vəfat günləridir. Noyabrın 15-i. Biz bugünkü bu çəkilişə hazırlaşarkən baxdıq ki, nə gözəl elə həm də bu baxımdan da üst-üstə düşür. Biz sonra mən Əllamənin özünün kimliyinə də
və o yöndən də bir bu mövzulara da gələrik. Ona görə sizin mən təklif edirəm bu mövzuda nə məsələlər varsa buyurun, biz rahatca bu məsələləri tamamlayaq. Sonra da bir də daha bir konseptual yöndən yanaşaq ki, bu məsələlərin hamısını bir adamdan cavab eşidirik ki, o bu elmi və akademik və yüksək bir hər tərəfli baxışlara malik adamdır. Buyurun əziz. Əllamənin o Gəncə tövsiyəsinin ilk hissəsi bu idi ki, insan iradəvi olmaq və tövbə eləmək. Bunların bir-biri ilə əlaqəsi, bir-birinə dəstəyi ilə bağlı və insan həyatında bu məsələ tövbədə iradənin nə qədər rolu və bu məsələdə iradə ilə tövbənin bir-birinə təkan vermək, kömək eləməyinin mexanizminin haqqında danışmaq. Ümumiyyətlə Əllamə Təbətabai rəhmətullahi əleyhi biz də anlayaq. Bu cümləsi bizim heç vaxt gerek yadımızdan çıxmasın. Onun mənəvi tövsiyələri ilə bağlı vəzifə. Deyir, bu dünyada bizim ən böyük və ən mühüm işimiz, vəzifəmiz insan olaraq və həyatın heç bir halı, mərhələsi və işi ondan üstün deyil, bundan ibarətdir ki, özümüzü doğru və kamil şəkildə quraq. Əllamə Təbətabai rəhmətullahi əleyh buyurur ki, insan olaraq bizim özümüzü düzəldib, qaydaya salıb, qurmaqdan mühüm heç bir işimiz yoxdur bu dünyada. Sanki bizim birinci işimiz budur. Bütün o məsələlər bunun yanındadır. Və bu pafosdur və bu mübaliğədir. Bu cür özü yaşamış bir adamın cümləsidir. Və bunun yanında biz çay içirik, bunun yanındadır. Yemək yeyirik, bunun yanındadır. Elmlə məşğul oluruq, bunun yanındadır. Podkastda iştirak edirik, çəkilir üçün bunun yanındadır. Bu baxımdan yanaşdıq mövzuya ki, bir 22 yaşlı gənc 1976-cı ildə gəlir Əllamə Təbətabaiyə bir məktub yazır və günahdan qurtulmaq və nəfsinə hakim olmaq üçün Əllamətdən praktik məsləhət almaq istəyir. Və çox dəqiq qeyd elədiyiniz kimi ki, elə bir mühitdə yaşayıram ki, nəfsani istəklər və arzular mənə tam hakim olum. Məni əsirə çeviriblər. Və Allah yolunda hərəkətimə mane olurlar. Sizdən xahişim budur ki, mənə elə əməllər göstərin ki, nəfsimə qalib gələrək bu sehirli zənciri qıra bilim. Yəni, sanki o nə inirəm təzədən həmən o yerə qayıdıram. O məşhur filmdəki kimi insan hər gün durur, həmən şey təkrarlanır. Yenə də təzədən sabahı günü yuxudan durur, həmən şey təkrarlanır. Bir gün durur, təzədən təkrarlanır. Ta bu özündə bir dəyişiklik eləməyincə, o bir növ zəncirdən çıxa bilmir, o dövrdən çıxa bilmir, o qapalı sistemdən çıxa bilmir. Bu insan da bunları tutur və mən neyiniyim ki, mən bu vəziyyətdən çıxım və qurtuluşa çatım. Axırda da çox maraqlı bir mövzudur. Xahiş edirəm, nəsihət yox. Əməli göstərişlər, mənə praktik mövzular çox önəmlidir. Bugün buna sızıyıb insanlar. O gün bir profilaktik müayinə ilə bağlı bir xəstəxanadaydım. Bir nəfər yaxınlaşdı, salamlaşdı, aleykümə salam. Dedi, mən 25 il əvvəl sünəqaid dərslərində olmuşam. Demək, çox yaxşı. Dedi, mən xatırlayıram, siz o vaxt məntiqi isbatlar və sairələr, aksiyomatik, teoremlər filanlar, o cür yadında saxlayıb da. Yəni, vacibər vücudun sübut mərhələlərinə filanla toxunurdu. Dedi, mən riyazi tətbiqatla məşğul olurum, riyazi modelləşməklə öz sahəmdə, öz sənayedə, neft sənayesində və s. və bu kimi. Mən həmən o riyazi düsturları, həmən o modelləşdirməni, mən onu istifadə etmək istəyərdim, həm də futbol nəticələri və s. mövzularını. Dedi, mən özüm xüsusi bir azarkeş görürüm, bunu elmi maraq olaraq filan və s. və bu kimi. Və mən praktik bir məsləhət istəyirdim. Bizim 2-3 dəqiqə vaxtımız var idi. Mənim öz işlərim var idi. Onun öz işləri var idi. Mənim öz növbəm çatırdı. Onun öz növbəsi çatırdı. Nəzəri çox şey danışmaq olar. Praktik. Mən praktik olaraq, çünki israrı var idi bir məsləhət verir. Bizim bugün hamımızın bir-birimizə, tutaq ki, mənim sizdən bir xahişim olanda ki, mətləb, müəllim, məsələn, Hacı Mətləb, siz bu mövzuda bir nə düşünürsünüz? Praktik çox önəmlidir. Bir-birimizə bizim bir praktik məsələm var. Və mən deyim ki, baxın, mənə elə gəlir ki, siz soruşursunuz deyə deyirəm. Ümumən qumar haramdır da və sərhəddir. Yəni, sərhəddi keçmədir.
Bu mövzular ki siz soruşursunuz, burada bir var futbol idman kimi vesaire vesaire. Bir de var ki bir mövzudur ki bu bir artıq gəlir keçir başqa bir müstəviyə. Ən azı siz bu mövzuda harama sərhəddinə yaxınlaşırsınız. Siz praktik bir məsləhət istəyirsinizsə, mən özüm biləmərəm, sizə də bunu qıymaram. Dedi, çox sağ olun. Yəni mənim sözüm nədir? Praktik mövzu çox önəmlidir. Çox ciddi bir məsələdir. Və burada o ki ardıcıl sayır ki, siz vurğuladığınız kimi ki ciddi iradə göstərir. Bu məsələn ciddi iradə göstərir. Yəni nə? İradə göstərmə yəni nə? Yəni biz bu sözü deyib keçirik. Ciddi iradə göstərib tövbə edəsiniz. Tövbə edəsiniz başa. Ciddi iradə göstərmək. Qərarlaşmaqdır. Bizə iradəni nə formalaşdırır? İradəli olmağımızın göstəriciləri nədir? İradəli olmaq üçün nə lazımdır? Nə edəcəyimiz bilmək. Deməli, bir ümumiyyətlə iradəli situasiyada biz fərqində olmalıyıq ki, seçim bizdədir də. Bəli. Seçimlilik olmasa iradə var. Xeyr. Məcburi işlərdə iradə var. Deməli, iradə ha vaxt işə düşür? Seçimlilik. Seçimli. Seçimli olanda seçimli olmaq üçün nə lazımdır? Yaxşını pisi ayırmaq lazım. Və seçimlilik o vaxt baş verir ki, iradəvilik o vaxt baş verir ki, biz variantları görürük. Biz bir mövzuda iradəli davranmaq üçün o mövzunu bilməliyik. Mövzunu bilməsək, oradakı müxtəlif variantları bilməsək, biz iradə elədik. Nəyi iradə elədik? Seçim olmalıdır, edə bilib edə bilməmə. Üstəlik edə biləcəyi də nə olduğunu, etməməyin də nə olduğunu bilməliyik. Bunların hamısının içində ola biz ağıl işığı da ora projektorda düşür. Üstəlik də başa düşürük ki, bu hansı yaxşıdır, hansı pisdir və Allah razılığı üçün də iradə eləmək. Deməli, tövbə nədir? Tövbə bu boyda bir iradəvi prosesin məhsuludur. Tövbə edənə qədər nə baş verir? İnsan mövzulara diqqət edir, bilir, iradə işə düşür. Seçimliliyi var da, tövbə edə bilər, etməyə bilər. Bəli. Davam eləyə bilər, tənəzzülə getməyini, dayandırıb, tövbə edib, yola qayıdıb, bağışlanma diləyib, yoluna davam da eləyə bilər. Və burada bu bilgilər olan yerdə bütün bunlar toparlananda ki, mən daha belə davam etmək istəmirəm əzm və qərarını vermə. Tövbə budur da. Ona görə də bu cümlədə gəlir ki, ciddi iradə göstərib tövbə edəsiniz. Deməli, siz fərqindəsiniz ki, yazmısan da, ay əziz gənc, sən mənə fərqindəlik, artıq fərqində olmağı, qəflətdə deyilsən, fərqindəsən, ən azı yaqza yaşayırsan, ən azı oyanışdasan, sən bunu yazmısan, göndərmisən, gözəl. İndi bu vəziyyətdən çıxış sənin əzmivin işə düşməsi, iradəvin işə düşməsi lazımdır və istiqamət hara getməlidir? Tövbəyə. Bura qədərkinin paklanması, təmizlənməsi getməlidir. Bulaşıqlar yığışılmalıdır. Kür suyu deyməlidir, təmizlənməli, paklanmalı, Allahın huzuruna dönməli. Ondan sonra oradan nə edəcəklər mövzusu çıxır. Deməli, ciddi iradə göstərib tövbə edəsiniz. Bir dənə bu cümlə görün nə qədər düşüncə istəyir. Və bundan sonra nədir? Bundan sonra müraqibə. Yəni, özünüzü nəzarətdə saxlama və mühasibə. Özünüzü hesaba çəkməklə məşğul olasınız. Deməli, bir, iradəviliyi işə salacaqsınız. İradəvilik opsiyasını, iradəvilik düyməsi aktivə olunmalıdır. İradəvilik ya yox. Proses bizi aparır, ya biz prosesin içində biz müəyyən edəcəyik. Allahın verdiyi lütflər, inayətlər, biz faili muxtarıq da. Bu iradəvilik düyməsi işə düşməli və praktik birinci bir mövzu tövbə. Tövbədən sonra bu halı necə qoruyub və davam eləmə. Bunda da iki dənə bizə praktik instrument verir. Müraqibə və mühasibə. İkinci üzərində danışarıq. Buracan əgər nəsə bir mövzu varsa, mən maksimum dərəcədə çalışırıq ki, bunu müasir dildə də danışaq. Bunlar əfsanələr deyil. Biz buna görə buradayıq. Əllamə Təbətəbai Rizvanullah Ta'ala buyurur ki, biz bu dünyada işimizin adı özümüzlə məşğul olub özümüzü düzəltməkdir.
O bir hekayə yazmışdıq. Bir nəfər sübh namazına durur. Sübh namazına durur, sübh namazının da vaxtı var da buradan gün çıxana qədərdir. Hə, gedir ərzini yuyur, o yan bu yan dişini də təmizləyir, onu da eləyir, bunu deyir, bir skən çay da için biraz özümə gəlim. O bir də ayılır ki, bir e-mailinə baxır, gələn məktublara reaksiya verir. Bir baxım görüm, dünən bir yazıb, bir də ayılır ki, gün çıxdı. Bu niyə durmuşdu? Namaz üçün durmuşdu. Bəli. Niyə namaza itdi? Öncəlikləri dəyişdi. Fərqindəliyi getdi. Fərqindəlikdən çıxdı. Ona görə insanın, biz hamı uşaqlıqda hamı istəyirdi uşağı yaxşı insan olsun. Bəli. Və elə hamı istəyir ki, övladı istisnavi halda məncə belə biraz anormal vəziyyət. Hamı istəyir ki, uşağı yaxşı adam olsun. Hətta pis adam olsa da özü istəyir uşağı yaxşı adam olsun. Sonra elə bil o uşağın yaxşı adam olacaqlıq o fərqindəliyi itir. Bu itəndən sonra başqa şeylər. Ona görə fərqindəlik önəmlidir. Fərqindəliyə, tövbə fərqindəliyə qayıtmadır. Bu qaydandan sonra necə bunu qoruyaq və inkişaf elətdirək? Bunun muraqibənin nə ad qoymaq kimi istəyirsə qoysun. Amma bu mahiyyətcə, bu əməldən başqa bunu qoruma mümkündür, muraqibə. Hacı, elə o mövzuya toxunmaq istəyirik. Tövbədən dərhal sonra müraqibə və müsahibənin qeyd eləməyi, sanki bu tövbə özü bir nemətdir, nemət olmağına böyük bir nemətdir ki, bu insan bunu əldə edir. Mütləq bunun özünün qorunmağına ehtiyac var. Yəni bu tövbə elədim, həyat, yəni bundan sonra yolunda gedəcək məsələsi yoxdur. Mütləq onun bir qorunmağa ehtiyacı var. Ümumiyyətlə insanın sahib olduğu o mənəvi dəyərlərin qorunmaq məsələsi önəmliyi burada çıxır. Ona mənəvi dəyərlərdən getmirik, insanlığın qorunmağından gedirik. Bu çox ciddi məsələdir. Biz məzən mənəvi dəyərlər, hələ biz varıq bir mənəvi dəyərlər də var. Yox, bizim özümüzün insan kimi qalacaqlığımızın başqa yolu yoxdur. Yoxdur. Biz 21-ci əsrdə insan olaraq qalmağımız sual altındadır. Neçədə yatmalıdır insan? 10-11. Təbii olaraq 10-da yatmalıdır. Uzağı 11-in yarısı yatmalıdır. Belə yaranıb da. Bunun bütün sağlamlıq və təbii mövzuları 10-la 3 arası verilir. İnsan 21-ci əsrin insanı adətən neçədə yatır? Birdən tez yatan yoxdur. Səhər işə tez gedənlər də mecburdur 12-də yatsın. Birdən səhər qaça-qaçı yoxdursa, freelansdır, filandır və s. Belə də bir də görərsən ki, öyle gün. Sadə bir dənə mövzudur da ki, bunu kontrol eləməsə insan sonra dərmanla, davayla, cürbəcür mövzu ilə bunu həlləməli olur. Ona görə məsələ çox sadədir. Yatmaq da bizim kimliyimizlə bağlıdır. Əxlaq da bizim kimliyimizlə bağlıdır. Yeməyimiz də bizim kimliyimizlə bağlıdır. Vicdanımız da hamısı bizim kimliyimizdir. Əllamə təbə-təbəyə rəhmətullah deyir ki, bizim bu dünyada özümüzü qurmaqdan, axına düşməmədən, prosesin dalıca getməmədən, özümüz insan olaraq Allah huzurunda hiss edib və özümüzü insan olaraq qurmaqdan daha mühüm işimiz yoxdur. Bunu qura bilsək, bunu eləyə bilsək, bu alınsa mənası oldu. Bu olmasa o adam misal çəkdimi, durmuşdu sübh namazı üçün, gün çıxdı dedi, mən sübh namazı üçün durmuşdum, milyon dənə iş gördü, hətta faydalı işlər də gördü. Amma bu sübh namazını qılmaq üçün durmuşdu və bu sübh namazını buradan bura qədər qılmalıdır. Qılmasa bütün oburlar hamısı bunu əvəzləmir. Bilirsiniz nəyə oxşuyur? Məsələn, əvvəllər analar niyə görə oxuyurdu? Yaxşı, savadlı ana olsun. Hamı deyirdi ki, ana savadlı olmasa işlər olmaz. Mən 100% oğlanım da, qızım da təhsil almalının tərəfdarıyam. Praktikdə də bunları eləyirik. Bundan getmir söhbət. Amma deyirlər ki, məsələn üçün bizim 20-ci əsrdə, 19-cu əsrin axırında, 20-ci əsrin əvvəlində Azərbaycan fikir adamlarının ailə qurası həddə savadlı xanımlar olmurdu və bu böhran idi. İndi maşallah savadlı xanımlar, savadlı kişilərdən az deyir ki, çoxdur bəzi. Allah bu savadı da və bu bilgini də mənəvi bünövrənin üzərində inşallah yetkinləşməni kişiyə də, xanıma da nəsib eləsin. Allah bizə xoş aqibət versin hamımıza. Ana savadlı olmasa, bilgili olmasa, dünya görüşlü olmasa uşağa çetin olar da. İndi təsəvvürünüzə götürün ki,
Ana buna görə təhsil və fikirlərini başa düşüm. İndi birdən bir toplum olur müasir dünyada, istehlakçı toplumda ana işçi kimi maraqlıdır. Ana işçiyə çevrilir. İstehlakçı bir dünyada, tek Azərbaycanın ya regionun problemi deyil, dünyanın mövzusudur. Ananın ən başlıca misyonu xüsusən 5 yaşınacan uşağın qayğısında, diqqətində olmaqdır. Bu istehlakçı cəmiyyətlər baxımından rahatdır. Niyə? Çünki o işdə fasilə verər. Nə bilim o olar, bu olar, sonra təzədən işə qayıtma filan və s. və bu kimi. Və bu bir dənə dilema ortalıqdadır. Bu bir dənə seçim mövzusu gəlir çıxır qabağa ki, neynəsin? Halbuki bünövrəsi niyyət əladır da. Ona görə insan ayıq olmasa, və mən tanıyıram bu mövzuda düşünən insanlar var. Kişilər də, xanımlar da, bizim kişidir, overtime'ını bunun əlavə iş saatını artıra gedərlər. Bu heç uşağını bir saat görməz. Həftədə. Amma əvvəli budur ki, bu overtime əlavə iş saatı olsun ki, mən uşağımın yaxşı təhsilim olsun, dünya görüşü olsun, mən onun xidmətində durum, mən onu lazımi işlər görə bilim onun üçün, filan və s. Sonra yaddan çıxır mən overtime əlavə iş üçün niyə işləyirdim. Ana da yaddan çıxır ki, mən ümumiyyətlə niyə bu məsələlərə çıxmışdım. Sonra nə olur? Sonra o olur ki, uşaq bir gün deyir ki, nə var nə yox, necəsiz? Bunlar ayrı-ayrı insanlar olurlar. İndi bu cürdə biz öz içimizlə, öz kimliyimizlə biz isə unutmuşuq. Əllamə onu deyir. Bunu unutsuz heç nəyin mənası yoxdur. Müraqibə də bunu qorumağa yönəlik mövzudur. Bunudur. Tövbə bu hala qayıtmaqdır. Müraqibə də budur ki, hər səhər biz özümüzü aktivasiya edib, bu düyməmizi işə salaq ki, mən bu dünyada insan olmaqdan daha üstün bir işim yoxdur. Allaha bəndə olmaqdan daha üstün bir işim yoxdur. Allah huzurunda Allahın razılığına yaşamaqdan daha mühüm mövzum yoxdur. Qalan hamısı bunun içində olmalı. Müraqəbənin canı ruhu budur. Və gün içində də bu səhər-səhər niyyətini eləyə ki, mən bugün Allahın razılığına uyğun yaşayacağam. Gün içində də diqqət eləyə ki, bu vəziyyətdən çıxmaya. Hacı, Əllamə bir məsələni xüsusi olaraq vurğulayır ki, səhər-səhər gününüzə bu cürlə başlayır. Bəli. Bu məsələ... Niyə vurğulayır? Bilmirəm. Hə, ona görə vurğulayır ki, normalda insan gecəni yatmalıdır, səhər də durdu namaza, namazdan sonra gününü belə başlamalıdır. İndi bir adam ki, gecə oyaq qalır, sübh namazını da özünün özündən zəhləsi gedə-gedə ki, mən yuxulu da bitər güclə namazını da qılır. Ya yaxşı, namazını qılmağa gücü çatır, sonra tez gedir, başlatır. Ya indi adam var zorən günəşi də qarşılayır, bilir ki, bu da mühümdür. Yaxşı gedir, yatır. Bu özü bir dənə prosesdir. Səhər-səhər niyyət edib durub bu işə başlamağın özü bir dənə xüsusi bir əmələ çevrilir artıq. Siz deyən mövzuda. Bu indi bütün gecəni oyaq qalıb, indi bu gününü başlamır, bu gününü başa vurur. Başa vurur. Bu desə ki, mən istəyirəm Allah razılığı üçün eləyəm, indi Allah razılığı üçün o ana bəlkə də vacibdir, gedib yata özünə gərək ki, davam eləyək. Bizim işimiz deyil, o deyil, ifrat təfrit deyil. Bizim işimiz odur ki, biz indi gününə başlayır adam. Bu gün deyə mən sübh ona görədir də, sübh ən toxunulmaz bir vaxtdır. Bizimdir vaxt. Sübh vaxtı siz yoxlama aparın, görün internetlərin ən az istifadə olunan, onlaynların ən az istifadə olunan, yazışmaların ən az istifadə olunan, hayküyün ən az olan vaxtı nə vaxtı? Sübh vaxtı. 4 ilə 7 arası. Biri sizə 5-də zəng vursa təəccüblənərsiniz də. Məgər ki, filan kəs də 5-də hamı bilir oyaqdı, obrisi də bilir 5-də oyaqdı. Hə, bu ayrı. Yəni, 4 ilə 7-mizə deyə bilməyiblər. 5 ilə 7-mizə deyə bilməyiblər. Artıq 8-in yarısı həyat başlayır. Ona görə bu çox önəmlidir. Səhər, sübh vaxtı adam durur. İndi məsələn, klublar var da, səhər 5-də duran insanların klubu. Bu istehlakçı cəmiyyət, modern, pragmatik toplumlar gəlib çatır buna ki, bu vaxt ayağa durma insanda başqa mexanizmləri işə salır. Bir ömür dinimiz, imanımız, məktəbimiz deyir bizə ki, sübhdən bacar biraz əvvəl dur. Dur, dəstəmazu al, otur, səmimi qəlbdən bir Allahla danış.
Bizim o şey ki əlimizdən alınıb, bizim Allahla səmimi xəlvət eləyib danışmağımız əlimizdən alınıb. Məsələ budur. Bəli. Ona görə sübhün önəmi budur. Sübh hələlik sübh ixtiyarımızdadır. 70'lərdə lap çox ixtiyarımızda idi. İndiki zamanda bu internetləşmə, onlaynlaşmağa rəğmən insan start verəndə özünü bu düyməsini aktivə eləyər. Mən bu gün Allah razılığına uyğun yaşamaq istəyirəm. Hacı, Əllamə Quran tilavəti ilə bağlı da xüsusi bir vurğusu var. Bəlkə hesabata da, mühasibəyə də toxunmaq. Buyurun, təbii ki. Çox önəmlidir toxunduğumuz, amma günün sonunda da mühasibəsini eləyək. Yatmaqdan öncə. İndi adam 10'da yatsa, 11'də yatsa, 12'də yatsa yeri var. Sübh namazını qılıb yatanda biraz mühasibə çətinləşir. Axı ölürük üçün. Deməli mühasibəsini eləyək. Mən bu gün nə etdim? 3-5 dəqiqə. Nə alındı, nə alınmadı. Alındısa şükür eləyək. Allahım çox sağ ol, nəsib elədi. Alınmadısa istiğfar eləyək, üzr istəyək. Səmimi qəlbdən. Və bunu hər gün davam eləyək. Həmin o gəncə cavab verir. İndi sizin sualınıza gəlib çıxırıq ki, Quranla bağlı buyurun. Hacı, Quranla bağlı məsələ və onu gedək sonra bu suala keçərik. Quran tilavəti ilə bağlı da xüsusi bir tövsiyəsi var. Surələrin adlarını çəkib və orada Həşr surəsinin sonuncu ümumiyyətlə tilavəti və burada bir dənə maraqlı məsələ çıxır. Adətən ümumiyyətlə bu məsələ ilə bağlı tövsiyələrdə Həşr surəsinin sonuncu hissələrini oxunmağa da xüsusi tövsiyə olunur. Əsma-ül Hüsnanın zikridir. Siz keçən dəfə bir mövzuya toxunanda podkast verilişləri birində ki, Allahın zikri şeytanı insandan uzaqlaşdırar. Bu ümumi bizim məktəbin, Əhl-i-Beyt yolunun bir konseptual yanaşmasıdır. Biz harda ki Allah'a yad edirik, lənətlik şeytan oradan uzaqlaşır. Quran oxumaqda, ümumən Quran oxumaqda, bu qeyd olunanlar da o gənc üçün tövsiyə olunmuşdu. Ümumən, məsələn, müasir böyük hikmət sahibləri, uləfa tövsiyə edir ki, götürün hər gün bir səhifə Quran oxuyun, mənasına fikir verin, tədəbbür edin. Heç vacib də deyir ki, bir ardıcıllıqla. Sən hər gün Allah kitabını bir toxun, oxu, tədəbbürlə fikirləş, həyatıva götür. İndi ardıcıllıqla oxuyursan, eyvallah. Günə bir cüz oxuya bilirsən, mənasına fikir verirsən, tədəbbürsən, lap maşallah. Amma bir səhifə eləyə bilirsən, bir səhifə eləyə bilmirsən, heç olmazsa bir ayəni ilə. Yəni mühüm Quranla bağlı mövzu budur ki, Quran həyatımızda nə qədər var, biz o qədər varıq. Əhl-i Beytə təvəssül, Əhl-i Beytlə birgəlik, Əhl-i Beytlə məiyyət nə qədər var, o qədər var. İmam Zaman Ağa Əcil Fərəcəhumla, dövrün hüccətullahı ilə nə qədər birgəliyimiz var, məiyyətimiz var, gün içində nə qədər özümüzü onunla hiss edirik, o qədər varıq. Onda Əllamənin o ümumi formulası diri olur. Özümüzü düzəltmə və özümüzü qurmaqla məşğul olur. Bunlar geniş mövzulardır. Mən düşünürəm ki, biz gələn dəfədə bir bu mövzunu toxunarıq, nələr qalıbsa. Əllamənin öz kimliyi acısından da bu mövzuya yaxınlaşarıq inşallah. Sizin son nəsə suallarınız olsa, mən böyük məmnuniyyətlə cavablarım. Son olaraq toparlasaq, bir insanın təbii ki, bir gəncə tövsiyə simasında insanlığa bir tövsiyəsidir Əllamənin. Ki, hər birimiz üçün praktik bir tövsiyələrdir. Ümumi olaraq toparlasaq, bu günləri bu mövzular Azərbaycanda, yəni özümüzün, öz kimliyimizlə bağlı, bunlar bugün də keçərliyi, yəni bu qədər mi aktuallığı var? Yoxsa burada müəyyən zamanə aliminə bu günləri sual verilsəydi, bura nələr əlavə oluna bilərdi? Düşünürəm ki, bu Əllamənin işlətdiyi buyruş, bu onun unikal bir buyuruşudur. O İslam irsinin, böyük İslam elm və mənəvi və irfan və əxlaq və bütün camiyyətinin xülasəsini ifadə eləyir ki, bizim insan olmaqdan böyük bir işimiz yoxdur. Burada Əllamə bunu həm böyük fəqih kimi deyir, həm böyük filosof kimi deyir, həm böyük mütəkəllim kimi deyir, həm böyük Quranın ən böyük ciddi müfəssiri kimi deyir, həm böyük əxlaq ustadı kimi deyir, həm böyük irfan sahibi kimi deyir, həm böyük sosioloqu kimi deyir, həm böyük psixoloqu kimi deyir. Çünki Əl-Mizan bunların hamısında zirvəyə çatdırılıb. Həm böyük insanşünası kimi deyir.
Həm Əllamə Misbahı yetirən adam kimi deyir. Həm Şəhid Mütəhərririni yetişdirmiş adam kimi deyir. Həm Əllamə Həsənzadəni yetişdirmiş adam kimidir. Həm Əllamə Cavadını yetişdirmiş adam kimidir. Və mən dayanmadan adları davam edə bilərik. Həm Henry Corben'dən illər boyunca hər həftənin bəlli bir günləri İslamın performansını, baxışını müasir dünyanın sualları fonunda cavablandıran şəxs kimi deyir. Bir şəxs kimi deyir ki, Vedadan həbəri var. Tövratdan həbəri var. İncildən həbəri var. Bir şəxs kimi deyir ki, 20-ci əsrin bütün fəlsəfi və düşüncə və məfqurə çağırışlarından həbəri var. Və bunun qabağında realist İslam fəlsəfəsinin yeni sədra, yeni hikmət-i mütəaliyə qiraətini ortalığa qoyur. Müasir dünyada Əllaməni bu cür tanıyırlar. Sanki günümüzün sədrası kimi, günümüzün İbn Sinası kimi, günümüzün Suxrəvərdisi kimi, günümüzün İbn Ərəbisi kimi. Ona görə və bu adam Əllamə Muhammed Təqi Cəfərilər yetişdirmiş insandır. Ona görə onun bu cümləsi, burada hər şey var. Burada Qazi irsi də var. Burada Nuxudəki irsi də var. Burada bütün İslam uləmasının, böyüklərinin, hamısının bir toparlanmış, bir müasir qiraət və tərcüməsidir. Bizim insan olmaqdan, özümüzü düzəltməkdən mühüm işimiz yoxdur. Bu Quranın sadə dildə izahıdır. Növbəti günü və özünü hazırla insan, gör özün üçün sabaha nə hazırlamısan. Ona görə biz bunun ən mühüm mövzusu, bunu deyim, yekunlaşaq. Böyük ustadlardan biri Ustad Qəraməlikki. Bəndənin də elə bir akademik işimiz vaxtı elmi rəhbərim olum. Allah cəmi bizim bu əziz böyük alimlərə həyatına bərəkət versin, dünyadan dəyişənlərə də rəhmət eləsin. O, məsələn, kəlam-ı cədid ifadəsində, məsələn, deyirdilər ki, kəlam-ı cədid, cədid kəlam. Məsələn, kəlam var, qədim kəlam var, kəlam-ı cədid. Məsələn, qədim kəlamın tədrisində Nəsrəddin Tusi və bu kimi əzizlərin kitabları, mənbələrdə kəlam-ı cədiddə, məsələn, Ustad Şəhid Mütəhərri kəlam-ı cədidin, cədid kəlamın ən bariz nümunələrindən biridir, məsələn. Orada bir sual var, onun bir həndəsəsini açır, geometriyasını açır. Kəlam-ı cədidin. Orada bir mövzu var ki, cədidləşən nədir? Yağları mən ona da biraz işarə edim. Cədidləşən nədir? İnsan cədidləşir, cədidləşib yox. İnsanın kimliyi, ruhu, fitrəti həməndir. İlahi kitab cədidləşməlidir, yox, o da Allah kitabıdır. Cədidləşən, yenilənən insanın yaşadığı, xüsusən son 50-60-cı ildə insanın yaşadığı surətdir. Kommunikasiyadır, yeni çağırışlardır, yeni interfeyslərdir, yeni üslublardır. Bu yeniləşib. 50 il əvvəlki insanın həmən o ağrı və zövq və ləzzət təhrikləri, triggerləri fərqlidir, bu fərqlidir. 20 il əvvəl PlayStation'ın içindən çıxa bilmirdi bir gənc. İndi həmən o gəncin başqa bir, məsələn, Forex'in içindən çıxa bilmir. İndi Forex'in şəhəri tərəfinə işim yox. O özü də bir mübahisəli mövzudur. Büyünün növbəti 5 ilinin mövzusu. Özün düşünəcəksən və süni intellekti, artificial intelligence vasitə kimi istifadə edəcəksən, ya ona deyəcəksən sənin yerine düşünsün, sən onun axırına gedəcəksən. Sən onun yerinə, o sənin yerine düşünəndə, insani məsələlərdə o yeni heç nə istehsal eləməyəcək. Amma sən düşünəndə düşündüyü o sənə kömək edə bilər, data analizləri və təhlilləsin. Növbəti, məsələn, bu ağrı və ləzzət. Məsələn, mən nə haqda düşünüm bu istehlak, bu məhv olmaqdır. Bir də var insan fikirlərini deyə, mənim bu fikirlərim içində hansı nöqtə sual daha dərin baxım. O da assistentdir, kömək eləyər deyər, burada ən mühüm sual budur məncə. Yenə də özün təhlillə, bəlkə səni yenə də səhvə aparır. Büyünün baxırsan triggerləri bulardı. Triggerləri bulardı. Bunlar mövzulardır. Sən nədən ləzzət alırsan büyün? Və sənin büyünkü ağrıların nədir? Sənin ağrı və ləzzətlərin nədir, sən olsan?
Ona görə biz özümüzü tanımalıyıq, öz mühərriklərimizi tanımalıyıq, öz həqiqi ləzzət və zövq və ağrı və narahatlıqlarımızı tanımalıyıq ki, başımıza bir çarə qılaq. Təhsil də, inkişaf da, tərəqqi də, texnoloji da, hər şeydə bu yöndə olmalıdır. İnşallah da Allah kərimdir. Bəli. Ən azı biz bu gün bunlar haqqında danışırıqsa, Danışdıq. deməli bu özü bir Allahın nemətidir və lütfüdür. İnşallah. Təşəkkür edirəm. Allah Sağ olun, razı çox sağ olsun. Çox sağ olun. Allah qismət etsin. Allah razı Gələn dəfə. Çox sağ olun.